Molla kənd sözünün mənası nədir? Ümumiyyətlə Molla kənd toponimi qədim toponimlərdən biridir. Türk toponimlərindən biridir. Bu kəndin adı Türk tayfası olan Mollu tayfaların adından götürülür. Mollu kənd, nəhayət formalaşır Molla kənd. Azərbaycan ərazisində Molla kənd olduqca çoxdur. Molla İsaqlı, Molla Kamallı, Mollu kəndi, Qasaq Nəbi Mollu kəndində, Qubatlı Mollu kəndindən alır. Və məhz bu kəndin də adı o Mollu tayfaların adından götürülərək və müasir formada Molla kənd adlandırılır. Əslində isə Mollu kənddir. 1856-cı il Çar Rusiyası xəritəsində bu kəndin adı Mollu kənd yazılıb xəritədə. Və nəhayət müəyyən deformasiya uğrayaraq U hərfi o ilə əvəz olunur, Molla kənd kəndin adını almağa başlayır. Kənd həmişə inzibati ərazi mərkəzi olubdur. Əhalinin əsas məşğuliyyəti əkinçilik, kənd təsərrüfatı, maldarlıq,